Seneca, bir fikri öldürmək 100 insanı öldürməkdən daha çətindir. Victor Hugo, dünyada vaxtı çatmış bir ideyadan daha güclü heç nə yoxdur. Azərbaycanlılar, fikir 3 nöqtə adamı incidir. Fikir, düşüncə, söhbətin hələ də nədən getdiyini anlamayan qaqaşlar üçün. Mənim videolarımı, fikrimin mərkəzi, tam fokuslandığım nöqtə, mövzularımın məhz ətrafında dövr elədiyi əsas ana xətt, ana hissə, mərkəz, fikir, düşüncə. Hələ də sən elə bilirsən ki, fikirlərə, düşüncələrə hakimsən. Yox, bu mümkün deyil. Ümumiyyətlə mümkün deyil. Yəni, günün 24 saatını fikirlərə, düşüncələrə nəzarət eləmək bu mümkün deyil. Amma onlara yön vermək, istiqamət vermək, onları dəyişmək, bəli, bu mümkün. Bax, bunu bacardığın gün sən öz dünyaya hakim olursan. Başqa dünyalarla sənin işin yoxdur. Zaten başqa bir dünya yoxdur. Əgər sən öz dünyaya sahib çıxa bilsən. Başqa dünyaları da yaradan elə sənin fikirlərindir. Bu sözlər boşuna deyilməyib. Bəli, Seneca, bir fikri öldürmək 100 adamı öldürməkdən daha çətindir. Və yaxud Victor Hugo, dünyada vaxtı çatmış ideyadan daha güclü heç nə yoxdur. Yəni bir fikir beyində dövr eləyir və sonunda transformasiya olur və reallaşır. Mən sizə acı bir həqiqət deyim. Bir fikir, beyində yaranan bir fikir, onu təkrar düşündükcə həzz verməyə başlayır. Bəli, beyin buna görə dopamin ifraz edir. Bir fikir beynivə girir, baxır sənin xarakteri və düşüncəvə, beynivə gələn fikrə. Yaxşı adamsansa yaxşı fikir, pis niyyətlisənsə pis fikir, dəxli yoxdur. Fikir beyində dolaşdıqca o insana həzz verməyə başlayır. Buna görə dopamin ifraz olur. Yəni sən fikirləşdikcə, loru dildə desək belə, kayf alırsan. Bir şeyi düşünməkdən. Bunu bir müddət düşündükcə o sənə həzz verir, ləzzət alırsan və biraz sonra artıq bu həzz elə bir həddə çatır ki, şiddətli həzz verir və sən bunu reallaşdırmaq istəyirsən. Bunu düşünməyin bu qədər zövq verici olduğunu düşünən bu fikrin qurbanı, bunu həyata keçirməyin daha şiddətli həzz verəcəyinin düşüncəsi ilə bu addımı atmaq qərarına gəlir. Əgər bu mənfi bir fikirdirsə, bax, o insan artıq qurbandır. Yəni öz beyninin və fikrinin, düşüncəsinin qurbanı. Buna misal olaraq minlərlə faktlar demək olar və bu faktlar adətən daha acınacaqlı, mənfi fikrə düşən insanlarda daha çox özünü biruzə verir. Bu nədən ibarətdir? Məsələn, az yaşlılara qarşı təcavüz. Bu fikir anidən yaranır və bu yaranmış bu fikir dəfələrlə beyində dolaşdıqca artıq bu insan bu həzzə aldanır, dopamin ifrazına və tədricən baş verən bu istəyi reallaşdırmaq qərarına gəlir. Və yaxud bir adam öldürmək və yaxud bir başqa bir cinayət törətmək, bu kimi məsələlər məhz beyində dolaşan, ara vermədən hər dəfə xatırlandıqca hədsiz dopamin ifrazına səbəb olan o fikrin reallaşdırması nəticəsində baş verir. Bəli, bir insana bir fikrin təhrik edə biləcəyi qədər ikinci bir təsir yoxdur. Hər kəs öz düşüncələrində, fikirlərində yaşayır. Ona görə də içəri dön, düşüncələr və fikirlər və kənardan nəzarət elə, müşahidəçi ol və ayırt elə. Yaxşısını, pisini, nə qədər ki gec deyil. Biz bu dildə danışırıqsa, biz doğmayıq, yaxınıq. Mən sizə özümə qardaş, bacı bilirəm və bu öyrəndiklərimi sizinlə bölüşməyə çalışıram. İstəyirəm ki, gözəl bir cəmiyyətimiz olsun.
İstəyirəm ki, mənim də, sizin də övladlarımız daha gözəl bir Azərbaycanda yaşasın. Bu qədər. Bir fikri öldürmək 100 adamı öldürməkdən çətindir. O zaman ki, o artıq beynində dolaşıb və transformasiya olmağa hazır vəziyyətdədir. Ona görə diqqətli olun.